Ha, seçirsən xalalı. İndi deyirlər ki, Borxan bu bıçaq meyvə nə iş görür? Ha, demək dostlar, çox adam hamı meyvə yeyir də, evinə meyvə alır da. Yiyən yiyir, qalanlar da beləncə xarab olur dostlar. Hamı atı çölə gedir. Bu da demək ki, israfçılığa yol verilir. Amma mən nə edirəm dostlar? Və belə xarab olmuşlar, kəsirəm qəşəyə doğrayıram. Düğün aydı. Yüzünden başlayacağım yeniden kışa tədarik görürəm. İlin günün bu vaxtı xarab olmuş meyvə atarlar. Bak dostlar, ona göre meyvə burada avadaqlarımız var. Hem demir korpuslar, hem istəsəniz plasmas korpuslarımız da var. Əgər meyvə doğramağa əminizsə də çətinlik çəkirsiniz. Ondan da dostlar, belə avadaqlarımız var, meyvə doğrayan avadaqlarımız da var. Desəz ki, evdə soyucuda yer yox koymağa, ondan tər dostlar, belə aparatlarımız var, vakum aparatlar, qışa hazırdır. Dostlar, qiymətlər də neçədir? Yəni deyirəm ki, elə tuzu faiz qoymuşum. Demək kaç düşdü zavod qiymətlərdir. Bax, inanmayanlar, başqa yerdə dostlar, maraqlarla qiymətlər neçədir? Sonra mənə zəng vurur. Demək olar ki, cəmi 2 kilo quru meyvə qiymətlər. Hə, bundan ki, zavadarlar. Gəl aparın da.